Bismillahirrahmanirrahim. Çox maraqlı bir fakt var ki, Qurani Kərimdə ictimaiyyətə aid olan ayələr ibadətlə bağlı olan ayələrlə müqayisədə %99-dan da çoxdur. 50 kitabdan ibarət olan və İslamın bütün məsələlərini əhatə edən hədis kitablarının yalnız 3-4-ü ibadətə və insanın Allah qarşısında olan vəzifəsinə aiddir, şəxsi vəzifələrinə. Üstəlik onun da bir hissəsi əxlaqa aid olan hökmlərdir. Qalan kitabları isə ictimaiyyət, iqtisadiyyat, hüquq, siyasət və cəmiyyənin idarə edilməsi sahəsindədir. Ən maraqlısı isə budur ki, bunları mən demirəm. Bunu İmam Xomeyni rəhmətullah əleyh özünün vilayət-i fəqih mövzusunda olan dərsləri toplusunda bəyan etmişdir. Deməli, belə nəticəyə gəlirik ki, yüz illərlə müsəlmanların qarşılaşdığı problemlərin əsas səbəbi odur ki, Yaradan tərəfindən bizə göndərilən dinin yalnız kiçik bir hissəsinə əməl etmişik. Daha mühüm və böyük bir hissəsi isə kənarda, diqqətdən uzaq qalmışdı.